cəmiyyət daha çox kişilərin rəhbər olmasına alışıblar və onların rəhbərliyi altında idarə olunmağı seçiblər. Lakin qadının həm rəhbər, həm ana, həm həyat yoldaşı və bütün bunların hamısını bir yerdə bir-birinə qarışdırmadan, iş prosesinə yansıtmadan idarə etməsi çox çətindir. Başqalarının təsdiqini gözləmədən özünü qəbul etməkdir. Kiminsə təsdiqi ilə var olduğunu düşünmək yox, olduğu kimi özünü qəbul etmək və eyni zamanda olduğu kimi davranmaqdır. Heç kəsə öz işığının qarşısını almağa icazə vermə mesajı olardı. Parlamağı seçsin bütün qızlar və cəmiyyətdə necə ki kişilər, eləcə də qadınlar hər zaman edə bilməyəcəkləri heç nə yoxdur və bunun fərqinə varsınlar. Məncə zərurətdir, amma güclü qadın ifadəsi biraz məncə belə adlandırmazdım, amma hər bir qadın istənilən vəziyyətdə, situasiyada özünü müdafiə edə bilməli, özünə inanmalı və səsini heç vaxt içində boğmamalıdır deyə düşünürəm. Var bir neçə situasiya və ən vacibi o situasiyadır ki, özüm bir neçə qərarın belə deyək də keşiyində qalıb və düzgün qərarı seçdiyimi anlamışam və bu ən qürur duyduğum anı. Sakit görünür. Gərginlik yoxdur, sıfır gərginlik, sıfır narahatlıq. Sakit dediyim o sakitlik yox ki, kimsə bastırıb və s. Ruhən və mənən sakit olan qadınlar düşünürəm xoşbəxt qadınlar. Göstəriş olar yəqin ki, kişilərin o göstərişli idarə etməsi və yaxud nümayişkaranə davranışlarını ön planda qoyması yəqin ki dəyişərdi. Daha çox nəticəyə, uzun müddətli nəticəyə fokuslanma və müdafiə və qorunma üslubunda idarə etmə yəqin ki ön planda olar.